Naftalan Sağlamlıq Mərkəzi 2-də. Bəli. Vəziyyət nətərdir? Gəldiniz bura, nələrlə qarşılaşdınız, nələr gördünüz? Personal heyəti, müalicə. Mən bura gəldiyim 5 ildir mən də albadal bura gəlirəm. Mən burada öz sağlamlığımı tapmışam. Ona görə də hər il bura gəlirəm. Mən burada əgər sağlamlığımı tapmasaydım, bu personalda yaxşı sifət, yaxşı üz görməsəydim, mən bura bir də gəlməzdim. Allah Demək şəfa versin. gəlirəmsə, hər şey əla və gözəl. Allah köməyiniz olsun. Yeməkxana bölməmiz nətərdir? Qidalanma nətərdir? Mən özümü evdəki hiss edirəm. Mən elə bilirəm ki, sanatoriyada yox, evdə çörək yeyirəm. O başqa nə deyək, nə tərif, mən onu necə tərifləyim ki, olanın deyirəm də, mən evdəkiyəm. Elə bilirəm öz yoldaşım evdə bişirib onu yeyir. Allah şəfa versin. Yəni belə doğma kimi gəlir də bura sizə. Öz eviniz kimi. Ata ocağı deyərlər də, bizlərdə ata ocağı deyirlər. Mən müdirimizə də demişəm ki, mən bura gələndə öz ata ocağıma gəlirəm, elə bilirəm. Baxmayaraq ki, mənim 71 yaşım var, mən elə bilirəm ki, ata ocağına gəlirəm. Təşəkkür edirəm sizə. Çox sağ olun.